Mən Kürdəmirdən gəlmişəm. Ağır vəziyyətdə idim. Bir 4 gün bundan qabaq əməliyyat olmuşam. Çox ağır vəziyyətdə idim. Gecələr çox ağır narahatçılıq keçirirdim. Ancaq ağır kəsələrlə yana bilirdim. Həyati təhlükə var idi. Yaxşı anar doktoru internet vasitəsilə tapdım, tanış oldum. Çox gözəl insandır, səmimi insandır. Xətri də çox bizim üçün əziz oldu. Digər doktorların çox fərqli bir doktordur. İndi yaxşıyam, halım gözəldir. Vəziyyət qaydasındadır, hər şey normaldır, şükür Allah. Ana doktora da, onun kollektivinə də təşəkkürümü bildirirəm. Ki, mən belə bir ağır vəziyyətdən çıxarıblar. Çox sağ olsun, Allahın sayəsində. Allahın bir vasitəsidir doktorlar. Mən öz təşəkkürümü bildirirəm. Başqa nə deyim anar doktor barəsində. Mən ağır vəziyyətdən qurtarım. Əməliyyat 4 gündür olmuşam, artıq yaxşıdır vəziyyətim, özümü çox normal hiss edirəm. İndi xırda məsələlər var, onlar həll olunacaq inşallah. Ağrılarım yoxdur demək olar indi. Amma şiddətli ağrılarım olurdu. Dözülməz dərəcədə ağrılar olurdu. Bizlər kimi vardı mı? Deyir də şiddətli olur, amma indi ağrılar yox. Yox, indi heç yəni o ağrını mən təsəvvür edə bilmirəm. Mən elə bir ağrı görməmişdim. Əməliyyatın necə keçdi? Əməliyyatım da rahat keçib, hər şey qaydasında olub. Heç mən o sarıdan əziyyət çəkməmişəm. Əməliyyatdan sonra hər şey qaydasındadır. Allah şəfa versin. Allah köməyiniz olsun. Ana doktora bir daha təşəkkürümü bildirirəm. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.